Salam dəyərli izləyicilər, hər birini salamlayıram. Fizika vadisindən Sadiq Şamilov. Belə bir mövzu sınağı var, gəlin ona baxaq. Ümid edirəm ki, sizlərə faydalı olacaqdır. Sual 1-dən başlayaq. Deyir ki, maddi nöqtə düzbucaqlının A nöqtəsindən D nöqtəsinə 4 saniyə ərzində gəlmişdir. Maddi nöqtənin yola görə və yer dəyişməyə görə orta sürətini tapın. Yola görə tapdığımız zaman V bərabər olacaq. Gəlin yola S deyək, L deyək, L bölünsün T. Yol hesabladığımız zaman A'dan B'ye gəlib, B'dən C'yə, C'dən D'yə. 6 metr, 8 metr, 6 metr. Topladığımız zaman 6, 8, 14, 6 gəlsəm 20 metr eləyəcəkdir. Zamanı verib 4 saniyə. Bunu 4'ə bölsək eləyəcək 5 metr bölünsün saniyə. Yer dəyişməyə görə baxsaq, yer dəyişməyə gəlin bir S deyək, S böl T yazaq. Yer dəyişmə başlanğıcla sonu birləşdirir. Başlanğıc A'dır, son D'dir. A'dan D'yə istiqamətləmə düz xətt çəksəm, baxıram ki, bu 8'ə paraleldir. Deməli, yer dəyişmə 8 imiş. 8'i 4'ə böldüyüm zaman eləyəcəkdir 2 metr böl saniyə. Deməli, yola görə 5, yer dəyişməyə görə isə 2 eləmiş oldu. İkinci suala baxaq. Trayektoriyası düz xəttdə olan cismin getdiyi yolun qrafikini veribdir. A nöqtəsindəki sürətin B'yə görə. Burada yol deyir, burada V düşüb, burada gəlin bir S yazaq. Yəni yol zaman qrafikidir. Baxıram ki, yol zaman qrafiki düz xəttdir. Deməli, bu bərabər sürətli hərəkətdir. Elə deyilmi? Yaza bilərik ki, bura V konstant. Onda A'dakının B'yə nisbəti ilə 1 eləyəcəkdir. Çünki sürət sabit qalır. Hətta tapsanız 12'yə bölsəniz 5, 25'i 5'ə bölsəniz 5. Yəni sürət dəyişmir. 3'ə baxaq. Deyir ki, sürətin zamandan asılı qrafiki verilmişdir. Necə hərəkət eləyər? Burada sürət deyir. Ancaq qrafikdə S gedib, gəlin onu V eləyək. VT qrafikidir. Baxıram ki, əvvəlcə qrafik T oxuna yaxınlaşıb. Deməli, bu X oxunun əksinə yavaşayan, sonra bərabər yeyinləşən. Əvvəlcə yavaşayan, sonra yeyinləşən. Yəni, bu qrafikləri anlamağın rahat yolu nə idi? Qrafik T oxuna yaxınlaşırsa yavaşayan, T oxundan uzaqlaşırsa bərabər yeyinləşəndir. 4'ə baxaq. Çevrə üzrə bərabər sürətli hərəkət eləyən cismin K nöqtəsində sürəti. Fikir verirsinizsə, bu sadə əqrəbinin əksinə hərəkət eləyir. Çevrə üzrə bərabər sürətli hərəkətdə sürət həmin nöqtədə, verilən nöqtədə çevrəyə çəkilən toxunan boyunca yönəlir. Yəni, K nöqtəsini soruşur deyə 2 olacaqdır. Tərpənməz O1, O2 ox ətrafında fırlanan kürədə qeyd olan nöqtələrdə omeqalar bilirsiniz ki, bərabərdir. Ümumiyyətlə, fırlanan bəst cisimdə perioddur, tezlikdir, omeqadır. Bir də dövrlərin sayı sabit qalır. Ancaq sürət və təcil radiusdan düz asılı olaraq dəyişir. Vəssalam. Gəlin baxaq 6 nömrəli suala. B nöqtəsinin fırlanma tezliyini verib 20 saniyə üstü mənfi 1. Yəni B'nin tezliyini yazdıq bura 20 saniyə üstü mənfi 1. A nöqtəsinin fırlanma periyodunu soruşur. Baxın, diqqət edin, periyod soruşur. Bilirik ki, qayışlı ötürmədə tezlik radiusdan tərs asılıdır. Yəni, yazsaq bura ki, NA bölünsün NB radiusdan tərs asılıdır axı. Onda RB bölünsün RA olacaqdır. A nöqtəsinin gəlin tezliyini tapaq. NA bölünsün NB-ni verib 20. B nöqtəsinin radiusu R. A nöqtəsinin radiusu 4R. R'lər getdi. Buradan A nöqtəsinin tezliyi eləyəcək neçə? 5 saniyə üstü mənfi 1. Tezliyi tapdıq. Periyod nədir əziz dostlar? Periyod tezliyin tərsidir. Yəni 1 bölünsün NA-dır. 1'i 5'ə bölsək 0,2 eləmiş oldu. 7'yə baxaq. 7'də nə deyir? Sabit radiuslu çevrə üzrə hərəkət edən cismin V'si 2 dəfə artanda periyodla tezlik. Bilirik ki, V'nin düsturu 2πnr. Periyodla olan düsturu isə 2πr bölünsün T'dir. Yəni, periyodla V tərs asılı, tezlik düz asılı. Sürət 2 dəfə artıbsa, periyod 2 dəfə azalar, tezlik 2 dəfə artar. B bəndi. 8'ə baxaq. Hansı halda cismin sürətinin modulu sabit qalar? Dartı qüvvəsi 10 Newtondur. Bu tərəfə doğru 10 Newton varsa, sabit sürətlə hərəkət eləməsi üçün gərək bu 10 Newtonun əksində bir qüvvə təsir göstərsin. Yəni 5 istiqamətində, amma 10 Newton olsun da. Düzdürmü? Newtonun birinci qanunudur. Vəssalam. 9'a baxaq. Futbolçu topa F qüvvəsi ilə vurur. Top futbolçunun ayağına Newtonun 3-cü qanununa görə F ilə cavab verəcəkdir. 10 nömrəli suala baxaq. Deyir ki, T1 və T2'ni hesablayın. Hesablamaya ehtiyac yoxdur, 1'dir. Səbəb
Buradan bura fikir verirsinizsə eyni ipdir. Eyni ipdə nə olar? Eyni gərilmə qüvvəsi olar. Ona görə bölsək 1 eləyəcəkdir. 11-ə baxaq. B nöqtəsinə uyğun gələn qüvvənin deyir qiymətini tap. Tamamdır. Tapağın. Deməli B nöqtəsinə uyğun gələn qüvvə. Aha. Baxın, F 9 olanda təcil olubdur 3. Düzdür? İndi baxın. Sonra qrafika baxın. Biz bilirik axı F bərabərdir Newton 2-ci qanuna görə MA-ya. M sabitdirsə FA-dan düz asılı. Təcil 3 dəfə artıb 9 olubsa, onda qüvvə də 3 dəfə artar. 9-u 3 dəfə artırsaq 27 eləyəcəkdir. C bəndi. 12-yə baxaq. Deyir təcilləri müqayisə edin. Biz bilirik ki, sürət zaman qrafikində təcil tangens alfaya bərabərdir. 1-in bucağı budur. T xəttini bura köçürsək, 3-ün bucağı budur. Fikir verirsinizsə, alfa 1 bura, alfa 3 bura. Şəklə görə alfa 1, alfa 3-dən böyükdür. Deməli, A1 A3-dən böyükdür. 2-də isə sürət dəyişməyibdir. Qrafik sabit qalıbdır. Sürət sabit olanda təcil 0 olar. Deməli, C variantı oldu. 13-ə baxaq. Deməli, kütləni veribdir, M-i veribdir bizə neçə? 5 kiloqram, gənclər. Sürət tənliyin verib 6 plus 3-dir. Deyir ki, düzləri tapaq. X ox istiqamətində bərabər yeyinləşir. Bəli. Çünki V0-dan müsbətdir, təcildən müsbətdir. Bir düzdür. X oxunun əksinə səhvdir. Çünki V0 təyin eləyir onu. Yəni V0 müsbət olanda X ox istiqamət olur. V0 mənfi olanda X oxun əksi olur. Burada V0 müsbətdir. Cismə təsir edən qüvvənin modulu 30-dur. Xeyr. Qüvvə F bərabərdir MA, düzdürmü? Təcil burada 3-dür, M-də 5-dir. 5-ə vuranda 15 Newton. Deməli, nə oldu? 1-lə 4 C variantı. Hansı zamanın vahidi deyil? Santimetr, sutka, saat, saniyə, dəqiqə zamanın vahididir. Metr vurulsun, saniyə üstü mənfi 1. Saniyə üstü mənfi 1, 1 böl saniyədir. Yəni, metr böl saniyə sürətin vahididir. Aşağıdakı cisimlərdən hansı maddi nöqtə qəbul etmək olar? Günəş ətrafında fırlanan planeti. Bəli. Maddi nöqtə nə idi? Verilmiş şəraitdə ölçüləri nəzərə alınmayacaq dərəcədə kiçik olan cisim. Bakıdan Moskvaya uçan təyyarə. Bəli. 1-2. Körpüdən keçən qatarı isə maddi nöqtə qəbul etmək olmaz. Çünki qatarın ölçüləri körpüyə görə nəzərə alınmayacaq dərəcədə kiçik ola bilməz. Cavab 1 və 2. Daha sonra 17. Arabacığın başlanğıc sürət vektorunun ona təsirin qüvvələrin əvəzləyicisinin və OX oxun istiqamətləri verilib. Bəli, arabacığın sürətinin proyeksiyasını. Baxıram ki, V0 sağadır. Deməli, bu fikir verin, X ox da sağadır. V0 da sağadır. Deməli, bu X ox istiqamətində hərəkətdir. Qüvvə də sağ tərəfədir. Qüvvə sağadırsa, deməli, təcil də sağadır. V0-dan A eyni şər olanda bu yeyinləşəndir. Və hər biri X ox istiqamətindədir deyə X ox istiqamətində bərabər yeyinləşən olur. Əla. Deyir qüvvəni tap. Sürət burada görürsünüz, yuxarı doğru gedib. Yuxarı doğru gedirsə deməli təcil müsbətdir. Təcil müsbətdirsə qüvvə müsbətdir. Sürət sabit qalıb fikir verirsiniz. Deməli təcil nə olub ikinci hissədə 0. Deməli qüvvə nə olub? 0. Müsbət sonra 0 A variantı. Hərəkət tənliyi X bərabər 3/6T qanunu ilə dəyişən cismin V-sini tap, çox asandır. X bərabər X0 plus VT-dir. T-nin qabağında duran əmsal bizə V-ni göstərəcək. Burada 6-dır. 20-yə baxaq. Deyir ki, 5/4T-dir. 4 saniyə ərzində yer dəyişməni tap. Bu tənliyə görə gənclər V0 5-dir. Təcil A 4-dür. Onda zamanında bizə T-ni də sualda verib 4 saniyə. Onda yer dəyişməni tapacağım. V0T üstə gəl. AT kvadrat bölü 2. Gəlin hesablayaq. V0 5, T 4, üstə gəl. AT kvadrat bölü 2. A 4-dür. T kvadrat, yəni 4 kvadrat bölü 2. 20 üstə gəl, deməli. Bu 4-lə bu getsə 2, 2-ni 16-ya vuranda 32. Cavab 52 metr. Vəssalam. Aha. Deməli, bu gəldi bura. Deyəsən nəsə oldu, burada silindi. Amma məncə hamısını başa düşdük. Cavabları sizin işarəliyim. Yoxlamaq istəyənsiniz özünüzü daha rahat yoxlayın. C 27 A'dır, A'dır. Daha sonra buradan nə idi? Bizə dəqiqə, daha dəqiq olsun. Burada da A idi. Hamısının cavabını yenə yazdıq. Dayanma anındakı koordinatını hesablayın. Tamamdır. Gəlin əvvəlcə bir T tormuz tapaq. T tormuz V0 böl A'dır. Burada V0 32 deyir. Düzdürmü? Modulda böl.
A, bax bu T kvadratının qabağında durandır. Amma bunu 2-yə vurmalısan. -16. T torumuz buradan eləyəcək 2 saniyə. Koordinat deyir deyə verilən x tənliyində harda T görsəm, gərəkdir ki, gətirəm onu yerinə yazam. Onda olacaq 12 üstəgəl 32 vur 2 çıx 8 vur 2-nin kvadratı. Hesaplasanız 44 çıxacaqdır. 22-yə baxıram. Deyir 2 metr radiusludur. Çevrə 124 metr böl saniyə sürətlə bərabər sürət hərəkət edir. Təcil tap, amma vahidi saniyə verib deyə. Deməli bu tezlik olacaqdır. Onda V bərabərdir 2 pi n'dir. Deməli 24 bərabərdir 2 vur 3. N'yi soruşur, eri verib 2. 2-ni 3-ə vurdum 6, 2-yə vurdum 12, n buradan etdi 2 saniyə üstü -1. Vəssalam. Külək dəyirmanının pərinin uzunluğu 4 metrdir. Bu bunun radiusu olacaqdır 4 metr. Kənar nöqtənin fırlanma sürəti V 6-dır. 1 dəqiqə deyir. Deməli zaman 1 dəqiqədir. Neçə dəfə fırlanar? Onda V'nin düsturu 2 pi böyük n böl kiçik t'dir. Əla. 6 bərabərdir 2 vur 3 böyük yeni soruşur. Radius 4. 1 dəqiqənin saniyəyə çevirməlisən 60 eləyəcəkdir. 2 vur 3 6 getdi qaldı burada 10. Deməli 6 bərabər oldu 4n bölünsün 10'a. Düzdür? Onda buradan n nəyə bərabərdir? Deməli 60 bölünsün 4'dən 15. Vəssalam. Qayışlı ötürmədə nələr doğrudur? Qayışlı ötürmədə biz bilirik ki, gənclər, sürət sabit qalır. Gedilən yollar sabit qalır. Deməli 3 düzdür. Bunlar səhvdir. Bir də radiusu böyük olanın periodu böyük olur. Yəni radiusla period düz asılıdır. Yəni 4. 3 ilə 4. Vəssalam. 25'ə baxırıq. Qayışlı ötürməyə aid bir sualdır. A diski 15 dövr eləyəndə B diski dövr eləyər. Perioddan başqa bütün kəmiyyətlər qayışlı ötürmədə tərs asılıdır. NA böl NB bərabərdir. RB bölünsün RA. Hesablamadan görmək olar ki, B'nin radiusu A'dan 3 dəfə böyükdürsə, deməli B'nin dövrlərinin sayı A'dan 3 dəfə kiçik olacaqdır. Yəni B'nin dövrlərinin sayı 15'i 3'ə böləndə 5 dövr eləyəcəkdir və ya bu nisbəti yazıb görə bilərsiniz. 26'ya baxaq. 4 qüvvənin əvəzləyicisinin moduludur. Hesablayın deyir. Əvəzləyici qüvvə deyəndə R bərabərdir. Həndəsi cəmdən söhbət gedir. F1 plus F2 plus F3 plus F4 plus F5. Üzrsən 4 dənə qüvvədir. F4. İndi əziz dostlar, siz bilirsiniz ki, vektorial cəm necədir? Bir vektorun başlanğıcı digər vektorun sonuna qoyulubsa və bu vektorun başlanğıcı ilə bu vektorun sonu birləşdirən bir C vektoru varsa, bu həmin vektorların cəminə bərabərdir. Fikir verin, F4 vektoru F1'in başlanğıcı ilə sonuncu F3 vektorunun sonunu birləşdirib. Deməli F4'ün özü elə F1 üstəgəl F2 üstəgəl F3'ün cəminə bərabərdir, vektorial. Yəni burada F1 plus F2 plus F3'ün yerinə bir dənə F4 yazmaq olar. Bir də F4'ün özü var deyə nə oldu? 2 dənə F4. F4 9 deyil. 2'ni vurduq 9'a 18 Newton. Vəssalam. 27'yə baxırıq. Cismin kütləsi 4 kiloqramdır. Əvəzləyici qüvvə 0 olar. Səbəb X-in T-dən asılılığı düz xətlə verilib. Deməli bu necə hərəkətdir? Dıxıbısı düz xətti bərabər sürətdə hərəkətdir. Düz xətti bərabər sürətdə hərəkətdə təcil 0 olur. Qüvvə nə olur? 0 olur. Əla. Gəlin baxaq 28'ə. Kütləsi 5 kiloqram olan cisim F qüvvəsinin təsiri ilə 2 metr böl saniyə kvadrat təcil hərəkət edir. Cisimə təsir edən bu qüvvəni hesablayın. Tamamdır. Biz qüvvəni bucaq altında görərkən hər dəfə deyirik ki, proyeksiya ayırın. Yəni bura bir fx olsun, bura nə olsun? Bir fy olsun. İndi cisimə hərəkət verən, üfüqi istiqamətdə hərəkət verən qüvvə nədir? Baxıram ki, fx-dir. Onda Newton 2-ci qanununa görə ma-nı bərabər eləyirəm fx-ə. Alfanın bitişi nədir? Kosinüsdür. Onda m a bərabərdir. Fx-in yerinə yazıram nə? F kosinüs alfa. M-i verib 5, a-nı verib 2, f-i soruşur. Kosinüs 60 da 2'də 1'dir. Buradan f eləyəcək neçə? 20 Newton. Vəssalam. 29. Gümüş kubun kütləsi 64'dür. 2 dəfə azalanda. Gəlin kütlənin düsturunu yazaq. M bərabər rho v. Kub deyirsə, həcmin yerinə yazıram a kub. Deməli kütlə kubun tilindən necə asılı oldu? Kub düz asılı oldu.
İndi kubun tili 2 dəfə azalanda kütlə bunun kubu dəfə azalır. Kubun tili 2 dəfə azalırsa, kütlə bundan kub düz asılıdır axı. Yəni kütlə nə edir? 8 dəfə azalır. 64 idisə, 64 kiloqram 8-ə bölsək, 8 dəfə azalıb olacaq. 8 kiloqram. Əla. 30-a baxaq. Nə deyir gənclər? Deyir, uyğun ifadələri seç. Sürətin istiqaməti dəyişir. Bu əyri xəttlə hərəkətdə olur. Dəyişmir, bərabər sürətli hərəkətdə. Trayektoriya düz xətdir, bərabər sürət düz xətdir. Trayektoriya əyri xətdir, elə əyri xətə gedir. Bərabər zaman fasiləsində gedilən yollar eynidirsə, bu hər ikisinə aiddir. Çünki hər ikisi bərabər sürətli hərəkətdir. 2, 3, 5, 1, 4. Bərabər sürətli hərəkətdə, bərabər zamanda gedilən yollar sabit qalır gənclər. Belə bu sınağın izahını bitirdik. Ümid edirəm ki, faydalı olacaqdır. Belə sınaqların izahlarını artıq tez-tez paylaşacağım. Özünüzə yaxşı baxın, hələlik.